Şah pəncərədən baxır, özünün sarayının pəncərəsindən baxır. Görür ki, cəmaət səs-küy eləyir. Amma Alma məsələsi. Danışıq qoy canımaz bilsinlər. Yaxşıdır. Gözəl bir mənzərədir. Adamlar alma alır, gedir. Çağırır vəzirini, 5 qızıl verir buna. Deyir ki, ged oradan mənə də almalı getir. Vəzir çağırır saray başını, 4'ün verir qızılını ona, deyir ged oradan almalı getir. Saray başı çağırır gözətçini, deyir ged oradan alma. Gözətçi verir qızıllar bir-bir azalır. Qızıl, axırıncı gəlir, bir qızıl qalır axırıncı əskər gedib alma almağa. Əskər də gəlir, alma satanı döyür, almanı da gətirir, verir hamısını. Deyir, burası saraydır, bazar deyir ki, get başqa yerdə. Müsadirə eləyir. Müsadirə eləyir. Gətirir almanı verir, ardıcıllıqla kim qızılları vermişdi ona. Vəzir şahın qarşısına 5 alma qoyur. Deyir ki, getdim o 5 qızıla 5 alma aldım. Halbuki əskər bütün almanı müsadirə etmişdi. Gəlir bölə-bölə gətirirlər, gətirib çıxır 5 qızıla 5 alma. Şah baxır, deyir ki, əgər 5 qızıla 5 alma üstündə cəmaat orada bir-birini öldürürsə, demək ölkədə vəziyyət çox yaxşıdır, vergiləri qaldırır.